İki nömrə ilə. Hə, o B. Maksimum B-yə kimi. O da sizin karandaşı tutub tutulmağınızdan asılıdır. Çox bərk basırsınızsa, qaralayırsınızsa, yox, eləməyə ehtiyac yoxdur. Maksimum HB-yə kimi F də olar. Varsa əgər karandaşınızın içərisində. Mən bu çərçivədən biraz çıxa da bilərəm. Bir balaca içəridə boşluq qala da bilər. O, bax, bu şəkildə dairə çəkirsiniz. Saç önəmli deyil. Önəmli olan qızlar üzü ortaya çıxarmaqdır. Bax, budur. Bu, buradan bura qədər olan hissəni tapmağınızdır. Niyə? Çünki saç formasına görə dəyişir. Formaya görə, bax ki, mən alnı buradan götürdüm də, hə? Heykəlin baxırsan saçı necədir? Onun formasına uyğun bir balaca bura qədər artıracağıq. Əsas bu hissəyə qədər olan ölçünü tapmağınızdır. Onda necə tapırsınız? Üz 3 bərabər hissəyə bölünür. Alın 2 qaş ortasına qədər olan məsafə 1, oradan buruna qədər olan məsafə 2, burundan da çənəyə qədər olan məsafə 3. Bu, bütün heykəllərdə belədir. Buradan gətirirsən belə və belə. Qatimelanda tam burunun alt xəttinə düşmür. Niyə? Çünki çox böyük və kobud heykəldir. Haradasa buralara düşür. Ən xırda ölçü Germanikadadır. Oktavian Avqustdadır. O balaca heykəldir. Üzün formasına görə bu ölçülər bir balaca dəyişə bilər. Amma dəqiq, bax, budur. Bu və bu. Bu üç xətti tapmağınızdır. Onu da necə tapırsınız? İndi mən bunu ölçü çubuğu ilə də eləyə bilərsiniz. Kimə necə rahatdırsa. Elə birbaşa karandaşla da eləyə bilərsiniz. Mən ölçü çubuğu ilə eləmək istəyirəm. Niyə? Çünki əlimi tam açıram. Tərpənməsin deyə alt hissədən də əlinizi tuta bilərsiniz. Bir gözünüzü yumursunuz, bir gözünüzdən baxırsınız. Nəyə baxıram? Buradan bura olan ölçüyə baxıram. Və o ölçünü burada yerini qoyursunuz, təxmini. Amma onu gətirib mən bura qoymayacağım. Onu bir balaca artıracağım. Çünki onu qoysam üz çox balacalaşacaq. Veneranın üzü elə balaca deyil. İndi baxıram. 3 bərabər hissənin ölçüsünə baxıram. Sonra onu gətirib burada böləcəm. 2 saç ortasından 2 qaş ortasına olan ölçünü tuturam. Çalışın ki, qızlar, əliniz tərpənməsin. Tərpənsə ölçünü dəqiq götürə bilməyəcəksiniz. Tutdum. Önəmli olan eskizi çıxarmaqdır. Burada bir 5 dəqiqə, 10 dəqiqədə qala bilərsiniz. Çünki əliniz çox tərpənəcək. Deməli, tam burunun altına düşür. Buradan da çənəyə buxaq xətti var. Buxaq xəttinə düşməyəcək. Tam çənənin altına düşür. Hər bir heykəldə fikir versəz, çənənin altında əlavə bir xətt də var. Buxaq xətti var. Burada Veneranın ölçüləri tamdır. Bura tam burun altına, tam da gələcək çənənin altına. O ölçünü gətirib burada qoyuram. 3 bərabər hissəyə bölürəm. Sonra keçirəm. Bu birinci. Biz onda mən buxaqdan ölçəcəyik, yoxsa çənədən? Birinci yox dedim axı. Bunu ölçdüm. Elə yox, yəni ölçəndə buradan ölçəcəyik, yoxsa buxaqdan ölçəcəyik? Yəni ölçü gələndə tapırsan da, bəzi heykəldə var ki, tam bura düşmür. Biraz aşağı düşür və yaxud da ki, biraz yuxarıda qalır. Birinci başlamaq üçün buranı dəqiqləşdirdin, yerini qoydun, belə tutdun yerini. Gətirib bu ölçünü burnuna qoyursan. Gör burnunun hansı hissəsinə düşür, altına da düşür. Qatimelanda altına düşmür, üstə qalır. Çox kobud heykəldir çünki. Onun hər bir hissəsi böyükdür. Gəlib buralara düşür. Amma Venerada tamdır. Bura gəlib burnun altına düşür. Bu ölçüdə gəlir çənənin altına düşür. Onu tapırsan, gətirib burada yerlərini qoyursan. Deməli, tapdım. İndi buradan da bura kimi burun olacaq. Buradan da bura çənə xətti olacaq. Çox asandır heykəl qurmaq. Bunu da gözünüzdə böyütməyin ki, müəllimə. Hardan başlayın, necə başlayın, necə bunu çıxarın. Bu ardıcıllıqla getsəz, çətin olmayacaq. Burada yazaram ayrıca. Heykəldə nə elədik? Birinci çərçivə xətti yaratdıq. Xət. Bura nə? Alın. Alın. Buradan bura. Burun. Ay sağ ol. 2. Buradan da bura. Çənə üsüyor. 3. Bunu tapdınız. Gözün başlama nöqtəsini tapdın. Enini tapdın. Daha sonra bu gözlə düz xətti çəkirsən, digər göz eyni bərabərliklə başlayır. Biri yuxarıda, biri aşağıda mümkün deyil başlasın. Bunu tapdın nöqtəsini, nisbət xəttini çəkdin, digər gözün başlama nöqtəsi də eyni bərabərliyə düşəcək. Artıq sən yerində tapmısan, enini, uzunluğunu da tapmısan və göz qapaqları bax. Bunu gətirirsən digər göz qapağı ilə eyni bərabərlik. Bunu gətirirsən digər göz qapağı ilə eyni bərabərlik. Ola da bilər, olmaya da bilər. O göz formasına görə dəyişir. Olmayanda nisbət xətti ilə yerini qoyursan, onu bir balaca artırırsan və yaxud da ki, yığırsan. Bu şəkildə. Dodaq da, əgər gülümsüyürsə o heç göz
içərisinə düşəcək. Amma heykəllərdə normal bir baxış olduğuna görə gözün başlama nöqtəsindən biraz içəridən olacaq. Çox rahatdır qızlar. Özünüz görəcəksiniz gedişatı. Deməli, nə edirəm? Dediyim qaydada burun ölçüsünü gətirib buna da qoyuram, buna da qoyuram və baxıram. Bu ölçü sağ gözləmi bərabər olur, sol gözləmi bərabər olur. Onu dəqiqləşdirib daha sonra burada yerini qoyacağım. Bunun da yerini dəqiq qoyursunuz, amma göz bir balaca burada başlayacaq. Sağ gözüm. Ellərini də baxaq. Bərabər. İki qaşın orta xətti, gözün başlama xətti bura düşür. Buradan. Bu bura düşür. Biraz ara məsafə ilə bura düşür. İndi nə edirəm? Bu uzunluğu bunu gətirib qoyuram bura. Gətirib bura qoyuram. Amma eyni ölçünü götürməyəcəm. Yığacam. Bax, haradasa buradan götürəcəm. Bizim gözümüz. Alt hissəsi eyni bərabərliyə düşür. Amma artıq mən formanı verəndə bir balaca aşağı belə sürüşdürəcəm. Bu xəttin tam içi ilə gedəcək belə. Bu amma xəttin altı ilə gedəcək. Bunu problem var. Bir belə məsafə ilə dodağın yeri. Bir belə məsafə ilə nisbət xətti qızlar heykəllərdə çox önəmlidir. Bunu qəti təxminə eləməyin ki, hə, belə, buradan gəlin götürün. Yox. Mütləq onu dəqiq bir şəkildə hər nisbət xəttini verin. Buradan dodaq götürəcəyik. İndi dodaq, burunla dodaq arasındakı məsafəyə baxıram. Və fikir verin, üst dodaq xəttinə nisbətən alt dodağı daha böyükdür. Hər xırda detalın ölçüsünü götürməyiniz çox önəmlidir. Yoxsa heykəliniz bənzəməyəcək. Deməli, indi bu ölçüyə baxıram. Onu dediyim kimi, mən bir çox hissələri burunla tapıram. Bu ölçünü gətirib burun tam ortası ilə kənar hissəyə qoyacağım. Görün, burun yarı hissəsi bu ölçü ilə bərabər düşür, yoxsa yox? Məncə düşəcək. Yenə dəqiqləşdirək. Deməli, burun tam mərkəzindən bax, buradan. Buradan bura olan ölçünü tuturam, gətirib belə qoyacağım. Bərabər düşsə, artıq bizim burunla dodaq arasındakı məsafəmizin ölçüsü hazırdır deməkdir. Üst dodağımızın ölçüsü budur. Xırda nöqtəsini qoydum, sonra yerini dəqiqləşdir. İndi aşağıya baxaq görək. Onu da təkrar yenə burunla tapacağım. Bu baxaq xəttidir. Bu çənə xəttidir. İndi mən bu ölçünü tapmaq istəyirəm. Bu ölçü. Buradan yox. Boşluqdan bura qədər olan ölçü. Kölgənin altından da. Hə, kölgənin altından. Elə burada qoyduğum yerə düşür, görürsünüz. Bir balaca aşağı. Bu da ki formaya görədir də. Tam formanın içində qalmır. Bir balaca ilə aşağı sürüşdürəndə gəlir yerinə oturur. Çənə buradadır. Kölgədir də dairənin üstündəki. Bu kölgədir. Bu. Kölgədir bu. Kölgənin altından siz çənənin yerini tapırsınız. Gəlib bura düşür. Eyni qayda ilə gedəcək. Burunun ya burasına qoyuram, ya iki göz xəttinə qoyuram, ya da alt göz xəttinə qoyuram. Kənar hissələri tapıram. Boyun xətti arasında bir belə məsafə var. Belə məsafə ilə gətirib kənar xəttini qoyacağıq. Belə. İndi xəttlərimizin yerini tapacağıq. Bu səfər əksini eləyəcək. Sol tərəfin xətti qısadır, amma sağ tərəfin xətti uzundur. Ay, sağ ol. Arada məsafə var. Arada bir belə məsafə ilə baxanda da görmək olur ki, buralara düşəcək. Tamam. Düşür qulağın üstlərini. Təxmini yerlərimizi eləyək. Belə bir formalı. Bir var. Az bir nəfər sevilmiş. Bir səviyyə var.
Mən əsəbə ağız görürəm. Mən də. Mən görmüşəm, Mən mənə qarşı edam çox eləyirəm dostlar. mənə qarşı çox ayrıcalıq edir və çırpır hərdən. Düzdür. O otaqda çırpırdı. Əsəbləşə bilirəm ki, onu da görəsən. Mən hər şeyə relaks yanaşıram. Bəli. Biraz keyfim pozulacaq ki, mən sənə bunu yaxşı izah eləməmişəm ki, sən bunu eləyə bilmirsən. Günahı bir balaca özümdə görəcəm. Amma əminəm ki, çoxlu çalışsaz Uşaqlarımın gözündə də elə at olmayır. alınacaq. Saçın tonlamasına diqqətlə baxın. Çətinlik çəkəcəksiniz. Hətta çox çətin deyil mənim o. Yox, Xırda şişliklər atmırıq həmin vəziyyətdə. Baxın görün necə eləyirəm. Bu tonlamanı yekunlaşdırıram. İnən baxırsınız siz bura. Mən bağlı eləyirik öyrəşmişik də. Bir dənə şey baxmır tərnə. Saçı birbaşa eləyəcəm. Tərli. Birbaşa. Bəs orada ağ yerlərin ama. Hədə. Ona görə deyirəm də bura baxın görün. Niyə mən birbaşa eləyirəm? Niyə başlasın? Bilmirəm. Sonra pozanlar. Yapacağım şey Ay sağ ol. Orada mən Dinlədiyin üçün cavab verdim. yox mən bilmirəm. Proseslər bilsin necə. Orada çox ağ yaxı, çox ağ yerlər var. Bir Ağ iki yerləri yerləri yumuşaq tondan basıram. Fərqli istiqamətdə ştrix xəttlərini verəcəm. Sonra bayaq da dedim ki, bu qayda var. Birbaşa kölgəni verir, ştrix xətt işıqlarını verir, sonra xırdalığa keçirsən. Mən lazım deyil saçın o xırdalıqların üzərində oynamaq. O çox vaxt itkisidir. Saçı ancaq belə ortaya çıxarmaq olur. Bu hissə açıqdır da, düzdür? Mən Bəli. buranı qaralda bilmərəm axı. Buranı yumşaq tondan fərqli istiqamətdə ştrix xəttini verəcəm. Bura nisbətən buranı həm bir balaca tünd eləyəcəm. Yenə eyni qaydada fərqli istiqamətdə ştrix xətti ilə atacağam. Daha sonra formasına uyğun kəskin işıqlar, yumşaq işıqlarını verəcəm. Xırdalıqları sonra eləyəcəm. Ona görə də gözünüz burada olsun. Çünki saç bir çoxuna çətin gəlir. İşləyirlər, gəlib saça qalırlar belə ki, mən də necə eləyim. Diqqət burada. İşıqlarımızı belə iş biraz ortaya çıxsın. Verməliyim Sizin saçlarımı. nə deyirlər ona? İbu Bekir Sıddık hesab. Yox, hava deyil. Görməsəm bilirlər. Həqiqətən. Gördün burada bunu atlamayacaq. O cür. Yaxımsın gör. Ben bu arada hemen öğleden çıkan Çok mu?